36-cı sual. Hansı bitkidə mayalanma tozcuqdakı bir ədəd sperm iştirak eləyir? Deməli, tozcuqdakı bir ədəd sperm iştirak eləyirsə, bu çılpaq toxumlu bitkilərdir. Ümumiyyətlə, çılpaq toxumlu bitkilərdə mayalanmada 2 hüceyrə iştirak edir. Bir sperm, bir yumurta hüceyrə. Və bizdə də deyir ki, bir ədəd sperm iştirak edir. Bu zaman sperm anlayışından dolayı deyirik ki, bu toxumlu bitkidir. Bir ədəd anlayışından dolayı deyirik ki, çılpaq toxumlu bitkidir. Örtülü toxumlu bitkilərdə isə orada da spermdir, amma 2 ədəd sperm iştirak edir və bildiyimiz üzrə onlarda 2 qat mayalanma prosesi gedir. Deməli, cavabımız məhz küknar olacaq. Və burada da ilk dəfə hansı əsas qrupun nümayəndələrində əlavə köklər əmələ gəlmişdi? Ümumiyyətlə köklər, kök sistemi ilk dəfə qış ikimlərdə yaranır və əlavə və yan köklər. Burada da ilk dəfə əsas hansında əlavə köklər yaranıb deyirsə, demək bizim variantımız da qıcıkimlər olacaq. Təkamül prosesində bitkilərin hansında ilk dəfə əsas kök isə toxum anlayışı hansı şöbədə varsa, deməli əsas kök orada yaranmış olacaq. Çünki əsas kök nədən inkişaf edir? Təbii ki də toxumdan inkişaf edir. Bu da D variantı olacaq. 39-da isə ilk cücərtisində qametlər əmələ gələ bilər. İlk cücərtisində qamet yaranan, deməli biz deyirik ki, ilk cücərtidə qamet əmələ gəlirsə, bu qıcıkimlərə aid olan bir xüsusiyyətdir. Yəni protal üzərində cücərtisində qametlər, ümumiyyətlə qametlərin əmələ gəldiyi orqanizm qametofit nəsl sayılır və qatırquyruqlar, planlar, qıcıkimlərdə də məhz protal üzərində qametlər əmələ gəlir. Və 40-cı sual. Uzun ayaqcığın üzərində qutucuğu olan 2 evli bitki. Uzun ayaqcıq üzərində qutucuğu və 2 evli bitkidirsə, bu təbii ki, yaşıl quş mamırıdır. Və sfaqnum mamırında qısa ayaqcıq üzərində qutucuqlar və bir neçə ədəd ola bilər və hətta sfaqnumun 1 və 2 evli nümayəndələri var. Bizim sualımızda isə məhz quş mamırını xarakterizə edən deməli cümlələr əks olunub. 41-ci sualda havanın dumanlı və yağışlı keçməsi mayalanma prosesini asanlaşdırar deyərsə, deməli ki, mayalanması su mühiti ilə əlaqədar olan olacaq. Burada xlamidonada suda yaşayan və yaşıl quş mamırı. Deməli, burada toxumlu bitkilərdə çoban yastığı, quş əpbəyi, günə baxan toxumlu bitkilərin suya ehtiyacı yoxdur mayalanmanın getməsi üçün. Qalır bircə burada xlamidonada və yaşıl quş mamırı. Və bu yosun olduğuna görə xlamidonada və suyun içərisində yaşayır, amma bizdə havanın yağışlı və dumanlı keçməsi asanlaşdırır deyirsə, təbii ki də bu sporlu, ali sporlu bitkilərdən yaşıl quş mamırı olacaq. Çılpaq toxumlarla örtülü toxumlar arasında oxşar cəhət. Oxşar cəhət deyəndə baxsaq ki, meyvə və 2 qat mayalanma anlayışı yalnız və yalnız örtülü toxumlara məxsusdur. Erkəkcik, dişicik anlayışı yalnız örtülü toxumlara məxsusdur. Külək və həşərat vasitəsilə tozlan. Külək vasitəsilə tozlanma hər iki nümayəndədə, yəni nümayəndələrində var, amma həşəratla tozlanma örtülü toxumlara məxsusdur. Və D variantında toxum və meyvə. Meyvə anlayışına görə bu variantı atırıq, çünki meyvə çılpaq toxumlarda yoxdur və yerdə qalır Y variantımız, tozcuq və yumurtacığın olması hər iki bitki şöbəsi üçün xarakterikdir. Demək, gəldik növbəti sualımıza. Növbəti sualımızda hansı bitkilərin erkək cinsiyyət hüceyrələrində qamçı yoxdur? Bayaq yenə də qeyd elədiyim kimi qamçı yoxdursa, demək ki, bunlar toxumlu bitkilərdir və burada da çiçəkli bitkilər anlayışı var. 44-cü sualda isə hansı doğru deyil? Qıcılarda kökümsov olmur. Qıcılar yeraltı kökümsov gövdəyə malikdirlər. Səhv variantdır. B variantında yosunlar qeyri-cinsi və cinsi yolla çoxalır. Təbii ki, yosunlar qeyri-cinsi əksəriyyəti bu yolla çoxalır. Çayır və ayrıqotu kökümsovla çoxala bilir. Bəli, düzdür, kökümsovlu bitkilərdir. Bağayarpağının çiçəkləri saplaqsızdır. Bəli, bağayarpağı sadə sümbül çiçək qrupuna malikdir və sümbül çiçək qrupunda çiçəklər saplaqsızdır. Alma, albalı və gilasın çiçəklərdə 2 qat çiçək yanlığına təbii ki, bunlar malikdirlər. Demək, cavab variantımız da A variantı olacaq. 45-ci sualda tərkibində yosun ola bilən orqanizm bu şibiyədir. Şibiyələr simbiotik orqanizmlərdir və cavab variantımız da məhz parmeliya olacaq.
Və 46-cı xloroplastları yalnız gövdə hüceyrələrində yerləşən, deməli, burada buğda, plaun, bunlarda da ali bitkilərdir və xloroplastlara malikdir. Gövdələrində xloroplast var. Daha doğrusu yarpaq və gövdələrində xloroplast var. Amma kaktusda yarpaq öz şəklini dəyişərək tikana çevrilir və yarpağın funksiyası gövdənin üzərinə düşür və xloroplastlar da məhz gövdədə yerləşir. 47-ci sualda bitkilərin neçə şöbəsinin nümayəndələrində milkök sistemi inkişaf etmişdir? Deməli, milkök sistemi neçə şöbə deyirsə, bayaq dedim ki, toxum hansı şöbədə varsa, orada əsas kök var. Demək ki, bizdə də 2 şöbədə toxum var, çılpaq toxumlar və örtülü toxumlar. 48-ci sual. Toxum inkişaf etmişdir. Yenə də 2 şöbədir ki, burada toxum inkişaf edib. 49. Təkamül prosesində daha əvvəl əmələ gələn bayaqçı tipli suallardan biridir. Baxsaq ki, çiçək qrupu, meyvə anlayışı örtülü toxumlara məxsusdur. İni yarpaqlılar qədim çılpaq toxumlu bitkilərdən, daha doğrusu belə deyək ki, toxum anlayışı ilk dəfə ilk çılpaq toxumlar, yəni toxumlu qıcılarda yaranır. Sonra ini yarpaqlılarda isə toxumlar qozalarda yerləşir. Deməli, bunlar içərisində toxum anlayışı ən əvvəl əmələ gəlmiş anlayışdır, belə deyək. 50-ci sualda təkamül prosesində daha sonra əmələ gəlib və daha sonra deyərkən ən sonda. Ən sonda deyəndə deməli biz çiçək və meyvə anlayışını nəzərdə tuturuq və buradan meyvəni seçirik. Niyə meyvəni? Çünki çiçək açdıqdan sonra çiçək əmələ gəlir, açır və yerində meyvə əmələ gəlir və meyvə də son əmələ gələn orqan sayılır. 51-ci sual da eyni tipli sualdır. Daha sonra əmələ gəlmişdir deyir və sonda əmələ gələn çiçək, çiçəkdən sonra isə çiçəyin yerində meyvə. Meyvə yarandığına görə məhz sonda əmələ gələndə meyvə yanlığı olacaq. Və 52-ci sualda isə tozcuqdakı bir ədəd sperm iştirak edirsə mayalanmada, bayaq qeyd etdiyim kimi, bu çılpaq toxumlu bitkilərdir. Sperm anlayışından dolayı toxumludur və bir ədəd deyirsə, deməli çılpaq toxumlu bitkiləri seçirik. Və 53-cü sualda isə 2 sperm sözü deyirsə, deməli bu örtülü toxumlu bitkilərə aiddir. Demək, sperm anlayışı toxumlu bitkilərə məxsusdur. 2 sperm iştirak edirsə, bu da örtülü toxumlu bitkiləri seçmiş oluruq. Deməli, burada qarğıdalı kükünar ona görə çıxırıq bu variantı, kükünar çıxırıq. Burada şama görə, burada ardıca görə və cavab variantımız da çovdar və akasiya olacaq. 54-cü sualda isə ilk dəfə milkök sistemi deyirsə, milkök sistemində əsas kök yaxşı inkişaf eləyir və buna görə də milkök sistemi deyərkən əsas kökü nəzərdə tuturuq və əsas kökdə toxumun rüşem kökçüyündən inkişaf edir. Demək, toxumla çoxalan bitkilərdə ilk dəfə kök sistemi, milkök sistemi meydana gəlmiş olacaq. Bu da çılpaq toxumlu bitkilər üçün örtülü toxumlu bitkilər sonda yaranandır və ondan əvvəl isə çılpaq toxumlu bitkilərdə ilk dəfə milkök sistemi yaranmış olacaq. Və 55-ci sualda isə təkamül prosesində nümayəndələrində ilk dəfə kök sistemi əmələ gəlmiş. Demək, burada milkök sistemi deyir. Burada isə kök sistemi ilk dəfə qıcıçimilərdə yaranır və ilk dəfə əlavə köklərdə məhz kök sistemi ilə birgə qıcıçimilərdən meydana gəlir. İlk dəfə kök, əsas kök sözünü deyirsə, deməli bu nədir? Çılpaq toxumlu bitkilər olacaq. Bitkilərin yalnız bir şöbəsi üçün səciyyəvidir deyir. Bir şöbəsi üçün səciyyəvi olan təbii ki, biz bu şöbə deyərkən örtülü toxumlar, çılpaq toxumlar və yaxud da ki, yosunlar, mamırlar, qıcıçimləri nəzərdə tuturuq. Və burada baxsaq cavab variantına, deməli, burada göstərilən əsas kök, toxum, yumurtacıq anlayışı eynidir. Yəni, hər biri bir-birinə bərabərdir. Tozcuq anlayışı ilk dəfə çılpaq toxumlarda yaranır və çiqat mayalanma isə ilk dəfə örtülü toxumlu bitkilərdə getmiş və bu örtülü toxumlu bitkilərə məxsus xüsusiyyətdir. Və bir neçə şöbəsi üçün səciyyəvi deyirsə, demək bu zaman
Biz iki baxsaq ki, variantlarda toxum, çiçək, meyvə anlayışından söhbət gedir və bu zaman iki şöbə, yəni çılpaq toxumlar və örtülü toxumlar üçün xarakterik olan xüsusiyyəti götürürük. Burada çiçək anlayışı A variantında çiçək anlayışı örtülü toxumlu, meyvə anlayışı örtülü toxumlu, iki qat mayalanma yalnız örtülü toxumlu, erkəkci, dişici yalnız örtülü toxumlu və tozcuq və yumurtacıq isə hər iki bitki şöbəsi üçün xarakterikdir. 62-ci sualda ən kiçik sistematik qrup. Ən kiçik sistematik qrup növdür və növ 2 adla adlanır. Baxaq biz bura xaç çiçəklər, yonca, kiləpəllər. A və Y variantında 2 ad yazılıb. Amma burada çiçəkli bitkilər anlayışı örtülü toxumlular deməkdir və növü isə adlanacaq 3 rəng bənövşə və cavabımız da Y variantı. Ən ali sistematik qrup isə burada deməli biz götürürük. Ən ali deyərkən ən böyüyü. Bunların içərisində də çılpaq toxumlar şöbə sayıldığı üçün biz bu cavab variantını götürmüş oluruq. Və 64-cü sualda təsərrüfatda kartof bitkisi hansı üsulla çoxaldılsa kök sistemi şamdakı kimi olar. Bildiyimiz üzrə yenə də təkrar eləyirəm. Şam, yəni çılpaq toxumlu bitkilərdə əsas kök yaxşı inkişaf eləyib və toxumla çoxalan hər hansı bir bitkidə də əsas kök inkişaf edəcək. Deməli, bizim bu cavab variantımız da məhz toxum olacaq. 65-ci sualda hansının həyat fəaliyyətində yosun yarpağın funksiyasını yerinə yetirir? Təbii ki, bu şibyələr, simbiotik orqanizmlər olaraq tərkibi iki şöbədən, yosunlardan, iki şöbə deyərkən iki bitki qrupundan, yosun və göbələk və yaxud da sianobakteriya və göbələklərdən ibarətdir. Yosun yarpaq rolunu oynayır deyirsə, deməli bizdə də cavab şibyə, maral mamırı olacaq. Maral mamırı adlandırılır mamır, amma şibyədir. Və 66-cı sualda təkamül nöqteyi nəzərdən bitkilərin ən cavan vegetativ orqanı deyərkən, deməli vegetativ orqanı gördüyümüz üzrə bunların hamısı vegetativ orqandır və ən cavan deyirsə sonda yarananı soruşur bizdən. Bunlar içərisində sonda yaranan da əsas kök və cavab variantımız da elə əsas kök olacaq. Və sonra 67-ci sual. Bitkinin ən cavan generativ orqanı deyəndə isə generativ orqan olaraq baxırıq ki, toxum, arxigoni, sporlu bitkilərdə var, toxum çılpaq toxumlardadır, qoca çılpaq toxumlardadır və çiçək və meyvə anlayışı. Çiçəyin yerində meyvə əmələ gələcək fikrini ifadə eləyə bilərik və sonda yaranan orqanda məhz meyvə olacaq. 68-ci sualda isə ən kiçik sistematik vahid, deməli növdür və biz bunları birləşdirən ən kiçik sistematik vahid isə bu taxıllardır. Taxıllar fəsiləsidir. Bu da badımcan çiçəklər fəsiləsidir. Kartof bitkisi. Hər ikisini birləşdirən ən kiçik təsnifat vahidi isə deməli bu ikisi də örtülü toxumludur. Biri birləpəllər sinifi, biri ikiləpəllər sinifinə aiddir. Deməli bunlar şöbədə birləşəcəklər. Yəni ən kiçik sistematik vahid birləşdirən məhz şöbə örtülü toxumlar şöbəsi olacaq. 69-cu sualda təkamül prosesində bitki strukturlarının əmələ gəlmə ardıcıllığı. Demək, baxaq. Birinci zoğ və ya gövdə, sonra yarpaq ola bilər, amma çiçəklə meyvə sonluqda yaranacaq. Ona görə də biz zoğ əlavə kök, sonra toxum, əsas kök, çiçək və meyvə elə buradan görünür ki, çiçək və meyvə sondadır, əsas kök ondan əvvəldir, toxum əmələ gəlib ki, əsas kökdə yaranır və əlavə köklər də bayaq qeyd elədiyimiz kimi qıcıçimlərdə, zoğ anlayışı isə mamırlarda yaranır. 70-ci sual yaşıl olmayan fotosintez edici. Yaşıl olmayan fotosintez edici bitkilər deyərkən, baxaq mamırlar yaşıl, sap şəkilli yosunlar, yaşıl bir hüceyrəli sap şəkilli, qırmızı və qonur yosunlar. Bəli, qırmızı və qonur yosunlar yaşıl olmasa da onların xromatoforunda xlorofil pigmenti var və fotosintez prosesini yerinə yetirirlər. Və bir də 71-ci suala baxaq və bu tipli suallardan bir neçəsi var burada. Və burada deyir ki, çılpaq toxumlar hansı rəqəmlə göstərilmişdir? Bitki qrupları verilib. Burada 4 bitki qrupudur. Bir hüceyrəlidir. Çox hüceyrəli, yəni bu o deməkdir ki, bir hüceyrəli həm də çox hüceyrəli nümayəndələri var. Həm suda, həm quruda yaşayırlar. Sərbəst, deməli, cinsi çoxalmanın da sərbəst suyun vacibliyi
olmalıdır. Təbii ki, bu yosunlara uyğun bir müddəadır. İkincisinə baxsaq görərik ki, yalnız çox hüceyrəli nümayəndələri quru mühiti və vacibliyi mütləqdir. Bu qışı kimlərə uyğun müddəadır. Bu çox hüceyrəli bu örtülü toxumlu bitkilərə məxsus xüsusiyyətdir. Bu isə çılpaq toxumlu bitkilər, yəni 3 variantı B variantında 3 çılpaq toxumları xarakterizə edən bir variantdır.